Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bu günlərim Dədə Qorqud Şəhidlər Məzarlığında uyuyan cənnət qoxulu şəhidlərimizdən biri Şəhid Mirzəzadə Nurəddin Birhanoğlu'nun cənnətdəki 3-cü mövlududur. Yaşasaydı şəhidimiz 22 yaş olacaqdı. Allah'tan şəhidimizə rəhmət, qazilərimizə acil şəfalar diləyirəm. Vətən sağ olsun. Ne diyeyim, vatanperver, mehriban, çok güzel balaydı. Ne diyeyim, danışabilirim. Ağıllı, terbiyeli, marifetli, her şeyin yerini bilen, büyüksü yerini bilen. Anasının en sevdiği belki de balası. Bugün 22 yaşı olur. 22'si dünyaya geldi. Bugün de ayın ikinci gündü. 3 tane balam. Ne diyeyim balam hakkında tanışabilirim. Ne bileyim hemşe atası onunla zarafat derdi. Ata koca kişi, ata seni 22-23 yaşında evlendirer. Hemşe öyle derdi, ona o da derdi yok. Atam zarafat ediyor. Ne bileyim. O kadar onun sözleri var ki o demeyle sana ben olmuş. Bana derdi anam, ben çok iyi oğlanım, bana hiç ne olmaz. Asker gidende ben pis olurdum derdi, pis olmak inan ana. Ben hiç neden korkmuram. Ne bileyim. Xüsusən boynumuzda böyük haqqı olan şəhidlərimizin istirahət ruhlarının şadlığına, torpaqlarımızın müdafiəsi keşiyində dayanıb bizim bu rahatsızlığımızı təmin edən əskər və zabitlərimizin səlamətçiliyinə, daim xətadan, bəladan, amanda qalmalarına, ölənlərinin ruhlarının şadlığına, özlərinin səlamətçiliyinə, Muhammedə, Ali Muhammedə salavat edirlər. Uzaqdan, yaxından zəhmət آمين من الشيطان الرجيم اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات على الجميع والأموات وبلغ صوابه إلى أرواح المرحومين المقبولين المغفورين المعلومين جميع şehitlerimizin ruhları şad ve şehit valideynlerinin envatlarının ruhları şad zaffarların envatlarının ruhları şad rahimallahu men yegra'ul fatiha بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم Allah ruhun şad eləsin şəhidlərimizin valideynlərinə, yakınlarına da səbir versin inşallah. Peygamber, Ali Peygamber'e salavat. Allah Teala şehitlerimize rahmet eylesin. Allah Teala şehit valideynlerine sabır versin. Allah Teala gazilerimize şefa versin. Allah Teala ordumuzu korusun. Allah Teala galibimizi devamlı eylesin. Hemşeri eylesin. Azerbaycan şehitleri, vatan şehitleri, İslam şehitleri, Kerbela şehitleri ruhuna salavat ediyoruz. İnşallah məclis sahibinin yəni ki, xahişidir ki, hamı bir nəfər kimi inşallah Nur Mərasim evinə gedirik. Orada da məclisimiz davam edəcək. Allah razı olsun, gedəyik inşallah.
boynuna Qarabağında düşmən at oynadı Araz boyunca. Qəlbim qan ağlayır bu gəz yaşında. Gəl boyuna qurban ay vətənim. Şuşa yaylağını qışdım ana